Düz 10 il. Mən hər səhər eyni qadının yanında oyandım. Onun gözlərinə baxıb səni sevirəm dedim. Amma dünən gecə öyrəndim ki, həyatımın son 10 ili böyük bir yalandan ibarət imiş. Biz Leyla ilə 12 ildir evliyik. Bir-birimizi universitet illərindən tanıyırıq. Hər kəs bizim münasibətimizə həsəd aparırdı. Heç vaxt böyük bir davadalaşmamız olmamışdı. Sakit, huzurlu bir ailəmiz var idi. Hər halda mən elə zənn edirdim. Hər şey keçən həftə Leylanın köhnə telefonunu tapmağımla başladı. Bizim 7 yaşlı oğlumuz var. Planşeti xarab olduğu üçün anasının köhnə telefonunda oyun oynamaq istədi. Telefonu işə saldım. Proqramları yeniləyirdim ki, birdən ekranın yuxarısından köhnə bir tətbiqin bildirişi gəldi. Bir mesajlaşma tətbiqi idi. Normalda mən heç vaxt onun şəxsi əşyalarını qurdalamazdım. Amma profil şəklində Leylanın tanımadığım bir kişi ilə çox səmimi fotosunu gördüm. Maraq mənə güc gəldi və tətbiqi açdım. Açmaz olaydım. Mesajlar düz 10 il əvvələ dayanırdı. Biz evlənəndən cəmi 2 il sonra başlamışdı hər şey. Leyla mənim ən yaxın universitet dostumla. Hər həftə sonu bizə qonaq gələn, birlikdə futbol izlədiyim, çörək kəsdiyim adamla gizli bir münasibət yaşayırmış. Mesajları oxuduqca beynimə qan sıçrayırdı. Birlikdə getdikləri tətillər, mən işdə gecə növbəsində olanda bizim evimizdə görüşmələri. Hətta oğlumuz doğulanda o adamın Leyla'ya yazdığı mesajı gördüm. Ümid edirəm uşaq məndəndir. Dünyam başıma yıxıldı. Hiss etdiyim acını, xəyanəti sizə sözlə izah edə bilmirəm. 10 il boyu hər iki insan mənim üzümə gülüb arxamdan bu oyunu oynayıblar. Dünən gecə Leyla evə gələndə telefonu heç bir söz demədən masanın üstünə qoydum. Rəngi elə qaçdı ki, elə bildim huşunu itirəcək. İndi məndən diz çöküb üzr istəyir. Uşağımızı bəhanə edir. Amma mən daxilən tamamilə bitmişəm. İlk iş olaraq deyinti test etdirəcəm. Çünki artıq oğlumun da məndən olub-olmadığına əmin ola bilmirəm. Sizcə nə etməliyəm? Onu dərhal boşayım, yoxsa uşağa görə bir şans verim? Şərhlərdə yazın.